Əslində, Asan Xidmət Mərkəzinin təcrübəsindən artıq bir sıra ölkələr yararlanmağa başlayıb. Bu arada Azərbaycana gələn müxtəlif iş adamları, eyni zamanda siyasətçilər də qeyd edirlər ki, tezliklə biz də istəyərdik ki, ölkəmizdə bax belə bir uğurlu xidmət, bəli, uğurlu modeldir, göstərən bir qurumumuz olsun və əslində Asan Xidmətin coğrafiyası da genişlənir. Bəli, və səyyar Asan Xidmət artıq Tbilisiyə yollanır. Elə bu barədə məlumatı canlı-canlı əldə edəcəyik. Asan Xidmətin İctimaiyyət Əlaqələr Şöbəsinin müdiri Elnur Niftəliyev bizimlə canlı bağlantıdadır. Elnur müəllim, sabahınız xeyir olsun. Necəsiz? Sizi eşidirik. Sabahınız xeyir, gününüz asan olsun. Təşəkkür edirik. Çox sağ olun. Asan Xidmətə uyğun şəkildə salamladı Elnur müəllim bizi. Elnur müəllim, elə səyyar xidmətlə bağlı məlumatları sizdən eşitmək istəyirik. Tbilisiyə yollanır Asan Xidmət. Bu barədə elə məlumatları birbaşa sizdən eşidək. Öncə mən bu dövlət xidmətləri ilə bağlı məlumatlandırmanın həyata keçirilməsində ASTV komandasına, xüsusilə telesəhərdəki həmkarlarıma təşəkkür edirəm. Mütəmadi bu məlumatları tamaşaçılarla bölüşürsünüz. Və səyyar Asan Xidmət dediyiniz kimi Tbilisiyə yola düşəcək və Gürcüstandakı səfirliyimizdə 5, 6, 7 iyun tarixlərini əhatə edəcək bir xidmət dövrü olacaq. Vətəndaşlarımız üçün orada bir sıra xidmətlər göstəriləcək. Ən zəruri xidmətlərdən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi kimi xidmətlər göstəriləcək və xüsusi bildirmək istəyirəm ki, müraciət qaydası var. Xidmətlərdən yararlanmaq üçün mütləq elektron növbə portalından növbə götürməlidir vətəndaşlarımız və bunun üçün də Asan Xidmətin saytlarında, sosial media hesablarında, bütün platformalarda bu belə deyək, növbə götürmək üçün olan linki biz bölüşmüşük və vətəndaşlarımıza da müraciət edərək bildirirəm ki, Tbilisidə, Gürcüstanda yaşayan vətəndaşlarımız mütləq öncədən növbə götürsünlər və digər bir vacib qeyd isə odur ki, portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi, yəni təbii ki 5, 6, 7 iyun tarixlərindən söhbət edir. Bu cümə, şənbə, bazar günlərinə düşür, təsadüf edir. Qeyd etməyi unutmasınlar. Ünvanımızsa Tbilisi şəhərində Vaxtan Qorqasali küçəsi 4 ünvanıdır və biz inşallah vətəndaşlarımızın içini Tbilisidə də asan edəcəyik. Elnur müəllim, buyurun. Və eyni zamanda bu günlərdə biz növbəti səyyar Asan Xidmətlə bağlı marşrutlarımızı diqqətə çatdırmaq istəyirəm mən vətəndaşlarımızın. Çünki bilirsiniz ki, ölkə daxilində Asan Xidmət mərkəzlərinin olmadığı, inzibati binasının olmadığı rayon şəhərlərdə də biz vətəndaşlarımıza bu xidmətləri əlçatan edirik. 4 may tarixindən Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada, Xudatda, Xızıda, Ağdamda, Xırdalanda və Zəngilanda vətəndaşlarımıza bu xidmətləri göstərəcəyik. Təbii ki, ən prioritet məsələ odur ki, bu xidmətlər hər kəs üçün rahat, innovativ üsullarla əlçatan olsun və hər kəsin işi asan olsun. Təşəkkür edirik Elnur müəllim. Çox sağ olun, ətraflı məlumata görə əslində çox sevindirici bir xəbər eşitdik və qeyd etdiyimiz kimi Asan Xidmət mərkəzlərinin coğrafiyası artıq genişlənir. Amma sənə qeyd edim ki, Tərani, əslində Asan Xidmətə daxil olanda belə, oradakı olan ab-hava və interyer belə adama çox xoş gəlir. Xüsusilə də, misal üçün, yaşadığım ərazini götürsək, Binəqədi rayonunda yerləşən 7 sayılı Asan Xidmət mərkəzi və digər, bax, elə Asan Xidmət mərkəzlərində. İstirahət edirsən hətta orada daxil olana. İstirahət edirsən. Bəli.